Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala Muhammedin ve alihi tahirin ve la'netullah ala a'daihim ecma'in. Minel ane ila qiyam yevmiddin. Deməli, bu yeni illə bağlı ki, möminlər, əziz qardaşlar sual veriblər. Bu haqda biz tələbələr qısaca olaraq dəyərli ustadlarımız, alimlərimiz, fəqihlərimiz bu məsələ haqqında öz hökmlərini veriblər. Yəni bizə də vəzifə o hökmlərə riayət etmək, itaət etməkdir. Fəqət ki, bu sosial şəbəkələrdə bu yeni ilin gəlişi ilə bağlı ki, yenidən bu məsələ qabardılıb, qalxıb, yəni bəzi dəstələr çox radikal mövqe tuturlar, bəzi dəstələr həddindən artıq belə deyək, təfrit mövqeyi tuturlar. İfrat və təfritdə hədd aşırlar, bəzən ortaq mövqeyi tutmurlar deyə möminlər arasında da bu məsələ ixtilaf yaradır. Əvvəla bu məsələ ilə bağlı qeyd eləyək ki, yeni il anlayışı, yəni İslam aləmində, İslam dinində yəni yoxdur. Belə bir bayram keçirilməsi ya şəriətdə müstəhəb sayılsın, ya hökmü gəlsin, ya İslam dininin hökmünü bəyan edən Peyğəmbər sallallahu aleyhi və aleyhi və əhl-i beyt aleyhissalam imamları bu haqda bir bəyan eləsin, belə bir şey əlimizdə yoxdur. Və bu məsələlər haqqında ki, hökm gəlmədikdə artıq bunların vacib olmaqlığı və ya müstəhəb olmaqlığı hökmü də öz-özlüyündə itmiş olur. Fəqət ki, bu cəmiyyətdə bunun qeyd olunması məsələsində qeyd elədiyimiz kimi yenə də ifrat və təfrit mövqeyi tutanlar var ki, bu məsələnin hökmünü ya bilmədən, ya da bilsələr belə həmin hökmlə müxalifətçilik edərək əks mövqeyi tutmalarından irəli gəlir. Qısaca bunu deyək ki, əvvəla yeni il nədir? Bu yeni il hardan gəlir? Ümumiyyətlə tarixi araşdıranda baxırıq ki, yeni il müəyyən tarixçilərin araşdırmaları əsasında qeyd olunur ki, qədim, yəni eradan əvvəl qədim Çinlilər qeyd ediblər. Bəziləri deyir qədim Almanlar, bəziləri Romalıların adı ilə bağlayır. Hətta bir dəstə mənbələr qədim Mesopotamiyada eradan əvvəlki olan bir dövrdə bu məsələnin olduğunu iddia edirlər. Hər hal ümumi tarixi incələdikdə görürük ki, Həzrəti İsa əleyhissalamın adı ilə bağlansa da bu məsələ, İsa əleyhissalamın özündən sonra, təqribən 3 əsr dönəmdən sonra bu hadisə bayram adı şəklində, belə deyək, təzahür tapıbdır və insanlar arasında məşhurlaşıbdır. Təqribən tarixçilərin araşdırmalarına görə baxdıqda görürük ki, 25 əsrlik bir tarixi olan bir bayramdır bu, yəni ümumi tarixçilərin dediklərinə görə və Mesopotamiyada yaranmasını deyirlər ki, burada yeni ilin gəlişi burada ilk dəfə qeyd olunub. Mart ayının axırında elə bil Dəclə və Fərat çaylarında suyun səviyyəsi ki artırdı, əkin-biçin işləri üçün əlverişli şərait yaranırdı. Nəticədə burada 12 gün ərzində təntənəli mərasimlər qurulurmuş. Hətta o dərəcədə ki, bütün məhkəmə, cəza kəsmə işləri, edam etmə işləri belə hamısı saxlanılır və bu təntənəli mərasim qeyd olunurdu. Bəzi mənbələr qeyd edir ki, qədim şərqdə, yəni İran dövləti ki, imperiya formasında Əhəmənilər ya Sasanilər imperiyası məsəl üçün elə formalaşmasından öncə də burada ilin bir günü var imiş ki, həmin gün ən qısa gündüz, ən uzun gecə ilə bərabərləşirmiş. Yəni növbə ilə dəyişirmiş və günəş səmada get-gedə daha çox qalarmış, təbiət oyanmağa başlayar və nəticədə qış məğlubiyyətə uğrayar və həyat gətirici bahar aşkara çıxarmış və nəticədə bunu yeni il kimi qeyd eləyərlərmiş. Halbuki hazırda bu İran arasında düzdür, Novruz bayramı kimi məşhurdur. Yəni əziz möminlər, qardaşlar da hər kəs bunu bilir.
Yəni ona görə də bu xristianların keçirdiyi bu yeni illə onu uzlaşdırmaq biraz tarixi mənbələrə və ümumi məşhura görə yəni ziddiyyət təşkil edir. Ümumiyyətlə yanvar ayının 1-i dekabrın 31-dən 1-nə keçmə məsələsinə gəldikdə, bəzi tarixi mənbələrə baxdıqda görürük ki, məsələn, qədim Roma imperiyasında belə bir əməl var imiş ki, günün, ayların hətta günlərinə müəyyən imkanlı, varlı zadəgan dəstələri, lordlar belə deyək, özlərindən əlavələr edə bilirlərmiş. Məsələn, gəlib həmin dövrdə krala və yaxud da deyək ki, imperiya başçısına müəyyən qədər pul, zinət əşyaları, bahalı məsəl üçün əşyalar və yaxud da ərazi bağışlamaqla həmin aydan bir gün uzadırdılar. Məsələn, ay 29-dan hesablanmışdısa, həmin belə deyək, verilmiş bəxşişin əvəzində o gün 30-dan hesablanırdı artıq. Ayın artıq 30-cu günü təyin olunurdu və belə əlavələr olurdu. Hər hal bu dekabrın 31-dən 1-nə keçən vaxtı, yəni hesablamaq məsələsi bu cürdür ki, indi bəzi tarixçilər yazır ki, həmin bu artırmalarla ayların günlərində əlavələr olunub və vaxtlarda təhrif baş verib, dəyişdirilmə baş verib. Hər hal bu dəyişdirilmə baş versə belə Həzrət İsa əleyhissalamın hətta doğum vaxtına görə bu bayramın keçirilməsi də deyilsə belə, bilirik ki, xristianlıq aləmində böyük bir əksəriyyət Həzrət İsa əleyhissalamın həmin vaxtda, yəni dekabrın 31-dən 1-nə keçən gecədə dünyaya gəlmədiyi qənaətindədir. Yəni bunu təkzib eləyirlər. Və yolka qaldı ki, bu bayramda yolkanın qurulma məsələsi. Qısaca buna da belə toxunaq ki, yolka ümumiyyətlə bəzi təhqiqatçılara görə Misir sakinləri dekabrın ən qısa günlərində yəni məsəl üçün bunu qururlarmış, amma bu iddianın da bir cəhəti varmış ki, onlar əsasən yolka ağacı yox, palma ağacından, palma ağacı yaşıl qalır, onu gətirib evlərində bəzəklə qurarlarmış. Və ən çox alimlərin belə deyək, üzərində dayandığı bu məsələ bu cürdür ki, 16-cı əsrdə ilk dəfə bu yeni il anlayışı və yolka qurmaq anlayışı Almaniyanın Strasburq şəhərində qeydə alınıb. Həmin o yeni il gecəsində həm kasıblar, həm də varlılar küknar ağaclarını rəngli kağızlarla, meyvələrlə, şirniyyatlarla bəzəyiblər və vaxt keçdikcə də bu şey dünyada yayılıb. Və məxsusən də Amerikanın özündə bu işin böyük rəviş tapmasına, özü üçün böyük ardıcıllar və geniş kütlə tərəfindən qəbul olunmasına da səbəbkar məhz o məntəqənin almanları ki var, onların bu işi görməsi ilə baş verib. İlkin olaraq addım buradan atılıb. Hər hal bu ümumi bir tarixi nəzərdir. Yəni əziz möminlər, qardaşlar da bu haqda araşdırma apara bilərlər. Və bilmək lazımdır ki, yəni xülasə bu araşdırmaların, yəni mahiyyəti, məqsədi deməyimizdə bu idi ki, bunun İslamla bir xüsusi bağlılığı yoxdur. Və İslam dininin Peyğəmbəri sallallahu aleyhi və aleyh və həmçinin də Əhl-i Beyt əleyhissalam bu haqda xüsusi göstəriş vermədiyi üçün bu şəriət tərəfindən qəbul olunmuş bir bayram sayılmır. Amma möminlər də gərək, yəni bu məsələdə çox radikal mövqe tutmasınlar və öz mövqelərini bu cür bildirsinlər ki, soruşduqda, qeyd elətdikdə ki, bu İslam dininin bəyan etdiyi bayramlardan deyil və buna görə də biz bu günü bayram kimi və xüsusi bir gün kimi qeyd etmirik. Bizim möminlərin vəzifəsi nədir? Bizim möminlərin vəzifəsi hal-hazırda dövrümüzün mərci təqlidlərinə, böyük müctəhidlərinə təqlid etməkdir və hər kəs də öz seçdiyi müştəhidi təqlid etdiyi mərcəsi var ki, onların hökmünə gərək muti olsunlar, itaətkar olsunlar ki, Allah onların dünya və axirətini abad eləsin. Və buna görə də bu məsələdə məxsus öz müctəhidlərinə müraciət eləməkləri daha gözəl olar ki, onlardan cavab alıb həm qəlblərini aram eləsinlər, həm də müəyyən ixtilaflardan kənarda qalıb vaxtlarını daha səmərəli keçirsinlər.
Məsələn, biz müştəhidlərimizə, əziz alimlərimizə müraciəti əvvəla Əhl-i Beyt əleyhissalamdan bir buyruq kimi qəbul eləyib müraciəti eləyirik ki, məsələn İmam Həsən Əskəri əleyhissalamın təfsir kitabında məsələn rivayət var ki, böyük bir rivayətdir. Rivayətin bir hissəsində imam buyurur ki, fəlil əvvamu yuqalliduhu ki, şiyələrimizin, möminlərimizin avam təbəqəsi, elmsiz təbəqəsi təqlid eləsinlər alimlərimizə, fəqihlərimizə. Və biz də bu babda möminləri dəvət eləyirik ki, bu təqliddə diqqətli olsunlar. Məsələn, məxsusən müraciət eləsinlər dövrün ələm müştəhidlərinə. Biz misal vuraq Ayətullahül Üzma Şeyx Vahid Xorasanidən, Ayətullahül Üzma Seyyid Sadiq Şirazidən, Ayətullahül Üzma Seyyid Sistani ağadan ki, bu cənablar öz hökmlərində bəyan eləyiblər ki, əgər bu bayramı keçirmək, bu bayramlarda iştirak eləmək İslamın zərərinə və müxalif dinlərin böyük bir imkan tapmasına, fəsada, şəriət baxımından haram olan işlərə yol açacaqsa, icazəli deyil. Yox, əgər burada heç bir fəsad və heç bir fitnə və heç bir harama düşmə təhlükəsi olmayacaqsa, yəni nəticədə möminlər o şəxsləri hətta zahirən olsa belə ədəb baxımından təbrik də deyə bilərlər, normal şəkildə onların bu əməllərini qarşılaya da bilərlər ki, yəni arada bir böyük ixtişaş və ya qarşı durmalar da baş verməsin. Çünki zahiri ünsiyyətdə əhli kitabla möminlərin ünsiyyəti, məsələn, Əhl-i Beyt əleyhissalam tərəfindən bizə buyurulmuş bir əməldir. Məsələn, hətta Şeyx Sadıqın rəhmətullah əleyhin bir kitabında nəql olunan hədisdir. İmam Sadiq əleyhissalam möminlərə tövsiyə edir ki, hətta bir yəhudi ilə bir məclisdə əyləşsəniz, onunla çox gözəl bir şəkildə rəftar edin, davranın ki, yəni onlar da bizim İslam dininin əxlaqi dəyərlərini tanısınlar və ona qarşı meyl edib, onun düzgün şəkildə anlasınlar. Allah sizləri hifz eləsin. İnşallah ki, çalışdıq. Yəqin ki, bunun hökmlərini sizlərə bəyan eləməkdə vəsilə olduq. Və selamun aleyküm və rəhmətullahi və bərəkatuhu.